Nasir, salam qardaşım, necəsən? Aleyküm salam. Türkanda fövqəladən arxasında qardaşım. 5 sotda torpağımızın sənədi və xüsusi mülkiyyətdir. Letni mətbəxdən başlayaq. 4-5 otaqlıdır qardaşım. Yaşayışlı evdir. Kommunallardan işığı var, qaz da ki zaborumuzun dibindən keçir. Letni mətbəx həyətdə. Evimizdəki əşyalı satılır, amma bəziləri getirilməyə şəhəti ilə. Bir dənə zəhmət olmasa oradan quturandan sonra bağı da çək, Nəsir mənim. Ay sağ ol. Ehtiyat su çəmimiz də var. Evimiz istipoldur. Yəni koridor hissəsi. Daxil olan kimi koridorda elə zal da demək olar. Mətbəximiz. Aboyna kimi vurulub. İstilik sistemidəki qazdır, qazdakı çəkilməyib. Başımızı üstündən gedir. Bu bir otağımız. Bir otağımız, deyirik ki, uşaq otağımız. Digər, o da uşaq otağıdır. Evdə kondisioner var. Aboyna kimi vurulub. Burada da bizim bir yataq otağımız. Buradan da bu bura otağımıza keçid var. Baseynəsi, sonra hamamı, tuvaleti. Hamısı var. Bir dənə zəhmət olmasa nəsə çək. Hal-hazırda yaşayışlı ev. Qiymətimiz də ki, çox baha deyil. Ucuz qiymətdir. Bu ev içində də bu qiymət yaxşıdır. Qiymətimiz 104.000 manatdır. Real alıcıya çox yox. Sahibi tərəfindən az-maz endirim olacaq. Alanı da satan da Allah xeyrini versin inşallah. Xeyirli olsun. Amin.